Dostlar, hamıya salam, sizinlə Anul SMR-dir. Deməli, bu günləri nə yeyirik? Bizdə pilimenilərdir. Burada smitan, xiyar, pomidor, burada bizim göyartı, adı yadımdan çıxdı, vay. Və burada imенно sirokdur, kinder və belə şeylərdir. Uşaqlıqda yemişəm, dedim dadına baxaq, yeyək bir yerdə. Və fantamız, kadr arxası burada fantadır. Çünki yerləşmədi. Əlimdən az qala sürüşüb düşmüşdü. Saat 5-dir, hələ yeməmişəm. İndi yenə yazacaqlar. Əli niyə əsir? Əli niyə əsir? Saat 5, 4:09. Əli niyə əsir, Əli niyə əsir deyəcəklər. Reklam da indi başlamalı idi, düzdür? Gəlin başlayaq. Çox acam, dəhşət acam. Burada 30 ədəddir. Maraqlıdır. Yeyə biləcəm o qədər ya yox. Birinci pilimen necə gözəl getdim. Evdə hazırlanan möhtəşəm. Bugün sizə vlog çəkirəm. Çox əziyyət çəkdim bu vlogla. Elə bilirdim ki, vlog çəkmək mukbangdan asaddır. Burada axı düzmək, hazırlamaq heç lazım gəlir. Heç də. Əksinə mənə vlog daha çətin gəlir. Siz sayın ha, nə qədər yeyirəm. Amma ki, inşallah nəsə alındıracam. Bilmirəm neçə gününü vloga salacam amma. İstədiyim kimi alınsa çıxacaq. Və mənə çox vaxtı deyirlər, niyə görə mukbanga yemək hazırlamırsan? Ümumiyyətlə bacarmıram yoxsa necə? Mənim nənəm, mamam çox dadlı yemək hazırlayır. Bunu etməyi çox sevir. Kiminsə yemək xoşuna gələndə görürəm ki, doğrudan da sevinir. Ki yemək bəyənildi. Məndə belə bir duyğular yoxdur da yeməklə. 5 saat dur, hazırla. Elə. Mən ala bilərəm məhsulları. Amma hazırlamağı sevmirəm, həqiqətən sevmirəm. İndicə ailə həyatında bəs kim hazırlayacaq? Birincisi, mən ailəli deyiləm. Bu bir. İkincisi də ailəli olsam, nə vaxtsa. Yəni, mənə görə nə vaxtsa kişi də hazırlaya bilər, xanım da. Mənim atam şəxsən yemək hazırlayırdı evdə. Onun hazırladığı ətin dadı hələ də damağımdadır, həqiqətən. Çox dadlı edirdi. Bacarıqlı insan idi.
Ona görə mən də işlədiyim üçün onu da vaxtı olanda o da hazırlaya bilər. Mən sevmirəm. Xanım bunu eləməlidir. Bu xanımın işidir, yox. Mən də kişi kimi işləyirəm. Nəyə görə kişi işdən gələndə dincəlməlidir, mən işdən gələndə işləməliyəm. Üstəlik mənim mukbanglarım da var. Mukbanglar üçün sifariş vermək də olar. Hərdən sifariş də verirəm onsuz da ki. Amma indi gündə çəkirəm deyə həmişə sifariş vermək olmur da. Dokuz dənə qalıb. Ucu doyuram. Hamısını yeyə bilsəm, bu ən çox yediyimdir həqiqətən. Maksimum 15 yemişəm. Ona görə yəqin ki, ailə həyatı qursam 50% ev yeməyi olacaq, 50% sifariş. Çünki həqiqətən yemək pişirməyə görə yanmıram da ki, vay pişirim. Bəziləri öz sevgisini yemək pişirməklə göstərir. Mama şəxsən elədir. Mən elə deyirəm. Düşünə bilərsiniz ki, ona görə də evdə qalmısan, okey. Deməli elə ki, çıxır ki, kişilərə ancaq xanımın yemək pişirməyi lazımdır. Okey. Elə düşünənlərə çox həqiqətən yazığım gəlir həyatda. Xanımı, məsəl üçün, yemək pişirmirsənsə, ev yığışdırmırsansa, elə bir xanımlıqdan çıxmış olursa, əslində elə deyil. Mama çox vaxtı, məsəl üçün, mən deyirəm, yemək pişirim, mama deyir ki, daha doğrusu sifariş verim, mama deyir, niyə sifariş verirsən, mən pişirərəm. Amma olur arada ki, anam da yorulur da, mən görürəm, deyirəm, mama mən sifariş verirəm. Sən gəl, işləm. Bir yerdə yeyərik. Elə həmən momentdə də sifariş verirəm, bilirəm ki, mama neçədə gələcək təxminən. Üstəlik də çox insanlar soruşurdular ki, işdən mi çıxmışam? Yox, işdən çıxmamışam. Oy. Hər şeydim. Sadəcə onlayn işləyirəm indi. Üç kanal sahibiyəm deyə məcburam. Gəlin biraz bundan yeyək, demirəm. Əslində çox doymuşam, amma dadına baxmaq istəyirəm. Bu imina bilirsiniz nəyin yanında durmuşdu? Surokların. Bax dadına. Bir deyəsən surok da.
Sırok. Çok tatlı da. Yine keks değil. TikTok'a necə çəkəcəm? Çox yedim uşaqlar. Siz də inanırdınız ki, mən yeyəcəm hamısını, düzün deyin. Uşaqlar, sizlə Nanul ASMR idi. Əgər bəyəndinizsə like qoyun və köhnə videolarıma baxmamızsa bura basıb köhnə videolarıma baxırsınız və burada loqom olacaq. Üstünə basıb takib ata bilərsiniz. Sabaha dək əzizlərim.